Hər bir cəmiyyətin özünə uyğun böyümə eğriləri vardır. Biz bu böyümə eğrilərinə persentil cədvəlləri deyirik. Persentil cədvəlləri cinslərə görə iki qrupa bölünür. Həm qızlara, həm oğlanlara özgürdür. Demək, persentil cədvəli ilə biz xəstələrin fiziki inkişafını müəyyənləşdirə bilirik. Xəstə daxil olanda mövcud boyunu boynun altına işarə eləyib, bir nöqtə işarəsi qoyuruq və həmin nöqtə 3 persentilin altında qalarsa, deməli bu uşaqlarda boy qısalığı vardır. Və yaxud da başqa dillə desək, sizin uşağınız öz həmyaşıdlarının və cinslər arasında 100 uşaq arasında ən qısa 3 uşaq arasındadırsa, deməli sizin uşağınızda boy qısalığı var. Boy qısalığı normal və patoloji formada ola bilər. Normal variasiyalar, məsələn, ailəvi boy qısalıqları, konstitusional boy qısalıqlardır. Konstitusional boy qısalığı dedikdə, bu uşaqların boyları cinsi inkişafları başlayana qədər 3 persentil və onun altında gedə bilir. Lakin cinsi inkişafı başladıqdan sonra sürətli bir boy artımı baş verir və uşaqlar öz hədəflərinə çata bilirlər. Boy qısalıqları bəzən normal variasiyalarda deyil, patoloji formada da ola bilər. Hörmətli valideynlər, siz öz uşaqlarınızda, öz yaşları arasında boy qısalığı hiss edirsinizsə, o zaman heç zaman itirmədən ya pediatra ya da ki, uşaq endokrinoloquna mütləq müraciət etməyiniz vacibdir. Bu zaman biz hormon təhlilləri, stimulyasiya testləri, demək ki, sümük yaşını təyin etmək üçün sol əl biləyinin rentgeni və digər müayinə metodlarından istifadə edərək uşaqlarınızda boy qısalığının norma və ya patoloji olduğunu araşdırıb, lazım gələrsə müalicəyə başlayırıq. Unutmayın ki, nə qədər erkən müraciət etsəniz, bizim müalicəmiz bir o qədər müvəffəqiyyətli olacaqdır.